Lev Tolstoy etiraflarım kitabında belə buyurur. İnsanların çoxu onu edir deyə yanlış olmaqdan çıxmaz. Bir hərəkətin doğruluğu onu edənlərin sayısı ilə ölçülməz. Tarix və həqiqətin saysız örnəkləri ilə doludur. Əgər insanların çoxu eyni xətanı edirsə, bu durum xətanı doğru ya da qəbul edilə bilir qılmaz. Yanlış nə qədər çox kişi tərəfindən qəbul edilirsə edilsin, yenə də yanlışdır. Çox zaman toplumun səs-küyü, vərdişlər və ya yalnızca çoxluğa uyma istəyi insanları yanlışın ardından apara bilir. Ancaq həqiqət gücünü çoxluqdan və ya gücdən deyil, öz vicdanından alır. Həqiqətlər oylamaya çıxarılan bir təklif deyildir. Doğru olanı etmək, bəzən topluma arxanı dönməyi və kişinin öz vicdanının səsini dinləməsini gərəkdirir.